Salam, videoya gəldiyiniz üçün təşəkkür edirəm. Hər vaxtınız xeyir. Bu videoda da inşallah biz Bluetooth sahəsindən danışacağıq. Üstünlükləri nədir? Ümumiyyətlə bu sahə nəyi ehtiva edir və bu sahədə inkişaf etmək üçün nələri bilməlisiniz? Bu mövzulara toxunacağıq. Əgər məlumatınız yoxdursa, bundan öncəki videoda biz Red Team-dən danışmışdıq. Onun əsas üstünlükləri nədir? Nəyi ehtiva edir və fərqləri nədir? Ümumi bizim nə iş gördüyümüz haqqında, biz burada nə edirik, bu videolar niyə paylaşılır, bunun haqqında məlumatınız yoxdursa da ilk videonu izləyə bilərsiniz. Mən orada kiçik bir məlumat vermişəm məqsədimiz haqqında, özüm haqqında. İnşallah bu bizim artıq ikinci videomuz olacaq. Biz öyrənişsiz şəkildə kiber təlimlər paylaşmağa davam edəcəyik. Növbət təşkil isə artıq biz biraz daha texniki sahələrə toxunmağa başlayacağıq. Qeyd etdim ki, bundan öncəki dərsdə biz Red Team-dən danışmışdıq. Bu dərsdə isə əsas Bluetooth-dən də danışım. Bildiyiniz kimi, kiber təhlükəsizliyin iki əsas sahəsi var. Digər sahələr isə bunların ətrafında formalaşır. Bu o demək deyil ki, siz digər sahələrdə işə girə bilməyəcəksiniz. Hətta bəzi sahələr var ki, Red və Bluetooth-dən əlavə kiber təhlükəsizlik daha çox tələb olunan sahələrdir. Ancaq əsas olaraq kiber təhlükəsizlik dedikdə ağla Bluetooth və Red Team gəldiyi üçün istədim bunlar haqqında da ayrıca bir video paylaşım. Deməli, Bluetooth nədir? Bluetooth kiber təhlükəsizliyin və ümumiyyətlə informasiya təhlükəsizliyin müdafiə tərəfini özündə ehtiva edən bir sahədir. Demişdik ki, biz sizə kiber təhlükəsizlikdə ümumi olaraq bütün sahələr ortaqlaşa çalışaraq günün sonunda həmin sistemin, informasiyanın təhlükəsizliyini təmin edirlər. Red Team ilk olaraq hücum eləyərək boşluqları aşkarlayır. Daha sonra isə bu məlumatları hesablat şəklində Blue Team-ə ötürür və Blue Team-də lazım olan addımları ataraq sistemi gücləndirir. Düzdür, bu prosesdə də yenə birlikdə çalışırlar. Ancaq Blue Team-in əsas məqsədi bunun üçün uyğun olan sistemləri, monitorinq üçün lazım olan avadanlıqlar və sistemləri monitorinq eləmək və bunun qurulmasına dəstək olmaq. Yəni Blue Team-in əsas məqsədi həmin sistemləri təhdidlərdən qoruma və davamlı monitorinq eləyərək nəzarətdə saxlamaq. Bunun haqqında bir məlumat verdik. Tərif olaraq da burada qeyd olunub. Bu tərifi istəsəz yadınızda saxlaya bilərsiniz. Yəni Blue Team kiber təhlükəsizlikdən müdafiə funksiyalarını yerinə yetirən peşəkar mütəxəssislər qrupudur. Onlar təşkilatın birinci müdafiə xəttini təşkil edir. Nəinki birinci, ümumi olaraq bütün müdafiə xətti Blue Team-dən asılıdır. Əsas məqsədləri nədir? Blue Team əməkdaşlarının əsas məqsədi təşkilatın informasiya aktivlərini, informasiya aktiv dedikdə ümumi olaraq bütün məlumat, informasiya, data ehtiva edən aktivlər, resurslar nəzərdə tutulur. Şəbəkə infrastrukturunu, sistemlərini və məlumatların kiber hücumlardan, daxili təhdidlərdən və digər zərərli fəaliyyətlərdən qorumaq. Buradakı artıq bir neçə mövzuyla tanışırsınız. Mən daxili təhdidlər haqqında məlumat vermək istəyirəm əlavə olaraq. Bildiyiniz kimi, kiber hücumlar sadəcə çöldə olan bədniyyətli şəxslər və xaker adlandırdığımız şəxslər tərəfindən icra olunmur. Eyni şəkildə şirkətin öz nəzdində olan əməkdaşları da kiber hücum olaraq adlandırıla bilər. Bunun bir neçə terminoloji adı da mövcuddur. Məsələn, insider threat adlandırdığımız şəxslər deyək ki, bizim bir müəssisədə fəaliyyət göstərirlər və bizim xidmət verdiyimiz şirkətlərin daxili məlumatlarını, şifrələrini, buna oxşar işçi məlumatlarını digər şirkətlərə bir pul müqabilində və yaxud hər hansı bir motivasiya səbəbilə ötürürlər. Bunlar insider threat adlanır və bizim əsasən fokuslamalı olduğumuz daxili təhdidləri ehtiva edir. Bunu necə müəyyənləşdiririk? Bunun üçün bir neçə müxtəlif variant var. Hal-hazırda onlar haqqında danışmayacağam. İnşallah növbəti dərslərdə və hissələrdə buna toxunacağıq. Digər zərərli fəaliyyətlərdən qorumaq da yenə eyni şəkildə fiziki və kiber üçün belə deyim, hücumdan əlavə faktorları əhatə edir. Qeyd etdiyim kimi birazdan onlara detallı şəkildə toxunacağıq. Tarixi mənşəyi hardan gəlir? Deməli, həm Red Team-in, həm də Blue Team-in daxili mənşəyi, tarixi mənşəyi hərbi sahədən gəlir. Bundan öncəsində, yəni əslində eyni mənada istifadə olunub. Deməli, necə idi? Hansısa bir deyək, hərbi qüvvə hücum etməyizdən öncə həmin situasiyanı daha öncədən test edirdi. Bunun üçün də həmin ordu iki hissəyə bölünürdü. Bir hissə hücum edən tərəfi, yəni hal-hazırdakı aktiv ordunun məqsədini ehtiva edirdi. Digər hissə isə müdafiəçilərin roluna girirdi, hansı ki, bu da qarşı tərəfə ehtiva edirdi. Bu zaman onlar hal-hazırda da belə bir anlayış var. Yəni araşdırıb daha çox məlumat əldə edə bilərsiniz. Yəni bu bir simulyasiya halına gətirirdilər. Hücum edənlər belə deyim, o prosesləri icra edərək hücum strategiyalarını inkişaf etdirməyə çalışırdılar. Eyni şəkildə müdafiə edən tərəf isə bu hücumlardan, yəni silahlı hücumlar nəzərdə tutulur burada. Necə qoruna bilərlər, necə strategiya izləmək olar, necə davranmaq olar və s. bunun ümumi belə deyim, konsepsiyasını yaradırdılar. Kiber dünyaya keçid də tamamilə eyni şəkildə tətbiq olunub. Yəni bayaq qeyd etdiyimiz mövzu eyni şəkildə Blue Team və Red Team olaraq ayrılaraq şamil olunur. Bu zaman kiber təhlükəsizlik sahəsində Blue Team təşkilatın daxili müdafiə strukturunu təmsil edir. Red Team isə hücum edən strukturu təmin edir. Müasir rol bu gün nədir? Bu gün Blue Team hər hansı bir təşkilatın ən kritik və əvəzsiz müdafiə mexanizmi hesab olunur. Yəni ümumi olaraq informasiya təhlükəsizliyi departamenti olan, informasiya təhlükəsizliyi və kiber təhlükəsizliyi üzrə bir müdafiə sistemi inkişaf elətdirən bütün qurumlarda ən az bir dənə Blue Team-in işçisi olmalıdır.
Əlavə olaraq, yəni bunu da deyim, bəlkə müəyyən qədər qərəzli qarşılana bilər bu sözüm. Təbii ki, müzakirəyə açıqdır, ancaq red team olmadan blue team ola bilər, amma blue team olmadan red team ola bilməz. Çünki günün sonunda sizin məqsədiniz müdafiə kanalını yaratmaq və kiber təhdidlərdən şirkəti qorumaqdır. Daha sonra biz gələk əsas məqsədlərə. Burada bir neçə yeni terminlə ola bilsin qarşılaşdınız. CI Triad nədir? İndi onun haqqında danışacağam. Daha sonra iş davamlılığı var. Bu business continuity sözünün tərcüməsidir və daha sonra isə biz əsas missiyamızdan danışacağıq. CI Triad nədir? CI Triad özündə üç müxtəlif anlayışı ehtiva edən bir anlayışdır. Confidentiality, yəni konfidensiallıq, integrity, yəni bütövlük və availability, yəni əlçatanlığı özündə ehtiva eləyir. Bu ümumiyyətlə informasiya təhlükəsizliyinin fokuslandığı üç əsas aspektdir. Yəni hər hansı bir məlumat hər zaman konfidensial olmalıdır, yəni gizli olmalıdır. Integrity, yəni bütünlüyü qorunmalıdır. Yəni bir məlumatın təhlükəsiz olub yarımçıq olmağı da informasiya təhlükəsizliyinə ciddi şəkildə xələl vurur. Əlavə olaraq availability, yəni əlçatan olmalıdır. Bunu necə nümunə verə bilərik? Düşünün ki, siz bir məlumatın, bir sistemin təhlükəsizliyini təmin etmisiniz, ancaq onun bütövlüyü yoxdur və əlçatan deyil. Bunun üçün siz özünüz belə həmin materiala əlçatanlığınız olmadıqdan sonra bu məlumatın qorunması prosesini icra etmiş hesab oluna bilməzsiniz. Yəni ümumiyyətlə nəzərdə tutun ki, informasiya təhlükəsizliyini təmin etdim deyə bilmək üçün müstəqil hər üç aspektini siz tamamilə təmin edirsiniz. Bunlardan biri çatışmasa, bu demək ki, bütün informasiya təhlükəsizliyi tamam təsdiq edilir. Daha sonra iş davamlılığı hissəsinə gələk, yəni business continuity hissəsinə gələk. Yəni ümumiyyətlə informasiya təhlükəsizliyinin əsas məqsədlərindən biri işin davamlılığını təmin etməkdir. Bu səbəbdən biz red team eləyərək sistemləri test eləyirik. Bu team istiqamətində müəyyən addımlar və sistemlər qururuq ki, hansısa bir hücum halı baş verən zaman biz ona tam hazır olaq və biznes dayanaraq bizə həm maliyyə, həm reputasiya itkilərinə səbəb olmasın. Bunun üçün bizim əsas məqsədimiz hücumları dəf etməkdir, əməliyyat fasiləsizliyini, yəni davamlılığını və qanunvericiliyə uyğunluğu təmin etməkdir. Günün sonunda missiyamız isə təhlükələri aşkarlamaq, onlara reaksiya göstərmək və təşkilatın təhlükəsizlik mövqeyini daim gücləndirmək. Bu qeyd etdiyimiz kimi qanunvericilikdə də öz əksini tapır. Keçən dərsdə də bunun haqqında nümunə vermişdik. Maliyyə sektorunda fəaliyyət göstərirsinizsə, siz mütləqdir ki, Mərkəzi Bankın yayımladığı qayda-qanuna uyğun hərəkət edəsiniz və uyğun prosedurları icra edəsiniz ki, fəaliyyətiniz davamlı olsun. Bunun üçün də siz bu informasiya təhlükəsizliyi məsələsinə çox ciddi yanaşmalısınız. Növbəti hissələrdə bunu biraz daha detallandıracağıq. Deməli, əsas funksiyaları və məsuliyyətləri nədən ibarət bu tim əməkdaşlarının? Əsas məqsədləri, belə deyim, funksiyalarından biri 7/24 monitorinqi icra eləməkdir. Ətrafınızda eşitmiş olarsınız, bu tim əməkdaşları belə deyə bilərəm sizə. Düşünün ki, qarşınızda bir ekran var. İndi növbəti dərslərdə biz bunun texniki hissəsində göstərəcəm müxtəlif applikasiyaların üzərindən. Yəni bu qeyd etdiyimiz bütün addımlar, istər rətimdə olsun, istər olsun, hər biri müxtəlif proqram təminatlarının vasitəsilə icra olunur. Və siz bütün əməliyyatlarınızı, bütün addımlarınızı bu proqram təminatlarının üzərində aparırsınız. Təbii ki, bir məqsədə xitab edən bir neçə proqram təminatı var. Biz gələcək dərslərdə ən çox istifadə olunan və ən yararlı olanlara toxunacağıq. Deməli, 27/24 monitorinqdə elə təşkil olunur ki, düşünün, yəni bir monitor var sizin qarşınızda və bu davamlı olaraq sizin sistemlərinizə, veb saytınıza ola bilər, serverinizə ola bilər və yaxud hansısa bir resursunuza gələn sorğuları sizə aktiv şəkildə göstərir. Yəni ola bilsin kimsə daxil oldu və şübhəli hansı bir addım oldu. 7/24 monitorinq eləyərək bu sizə gələn sorğuları oradan izləyirsiniz. Hər hansı bir şübhəli əməliyyat görən zaman və yaxud bir təhlükə faktörü görən zaman siz sürətli şəkildə bunun üçün bir addım atıb bunu aradan qaldırmağa çalışırsınız. Daha sonra təhdid aşkarlanması var. Bu da aşağı-yuxarı eyni məntiqi kəsb eləyir. SIEM adətlərindən istifadə edərək şübhəli fəaliyyətləri vaxtında müəyyən etmək və təhlil etmək üçün istifadə olunur. SIEM ümumi olaraq bizim Blue Team üçün istifadə etdiyimiz mühitə verdiyimiz addır. Security Incident və Event Management sözlərinin qısaltması olaraq SIEM orada qeyd olunur. Daha sonra hadisələrə operativ şəkildə reaksiya verməkdir. Bayaq qeyd etdiyimiz kimi 7/24 monitorinq eləməyimizdə səbəb odur ki, biz sürətli şəkildə reaksiya verə bilək. Bu növbəli şəkildə icra olunur. Yəni 8-8-8 saatlıq hissələr şəklində icra oluna bilər və yaxud 12 saatlıq 12 saatlıq növbələr şəklində icra oluna bilər. Əməkdaşlar dayanmadan o belə deyim sorğuları mütləq şəkildə nəzərində saxlamalıdır. Çünki belə deyim, siz məlumatlı şəxsin, hakerin nə zaman hücum eləyəcəyini bilə bilmərsiniz. Elə vaxt onlar günün pik saatlarında da hücum eləyə bilər və yaxud heç kim istifadə etmədiyi gecə saatlarında da hücum eləyə bilər. Bu zaman siz nə qədər sisteminizi güclü hala gətirdiyinizi düşünsəz də, daim belə deyim, hazırda olmalısınız ki, yeni hücumlara qarşı sürətli şəkildə reaksiya verə biləsiniz. Burada da məqsədimiz hücumları dayandırmaq, sistemləri bərpa etmək və zərərləri minimuma endirmək, hətta mümkünsə sürətli şəkildə aradan qaldırmaq. Daha sonra sistem konfigurasiyası var. Yəni biz hər hansı bir sistemi əldə etdiyimiz zaman onu belə deyim,
zavoddan çıxdığı halilə istifadə eləmirik. Bunun üçün biz müəyyən qədər konfiqurasiyalar eləyərək bu boşluqları aradan qaldırmaq üçün əlavə addımlar atırıq. Bu zamanda siz təhlükəsizlik sistemlərini düzgün tənzimləmək, yeniləmələri idarə etmək və açıqlamaları bağlamaqdan məsulsuz. Yəni sürətli şəkildə və operativ şəkildə də bunu icra etməlisiniz. Daha sonra gələk biz Blue Team-də istifadə olunan əsas alətlər və texnologiyalara. SIEM alətləri var. Bayaq qeyd etdiyimiz kimi Security Incident və Event Management olaraq tərcümə olunur. Burada əsas bizim istifadə etdiyimiz Splunk-dur, ELP-dir, Vazuf-dur. Bunların hər biri mərkəzləşdirilmiş log idarə etməsi və real vaxt təhlükə aşkar olunması üçün istifadə olunur. Log idarə etməsi nədir? Mən bayaq qeyd etdim sizə. Sizə daim olaraq orada hər hansı bir sorğular gəlir. Burada müxtəlif belə deyim detallar da əks olunur. Bunların hər biri loqlar adlandırılır və günün sonunda siz bu loqların içindən təhlükə vəd edən indikatorları müəyyən edərək bunları sürətli şəkildə aradan qaldırmağa çalışırsınız. Qeyd etdiyim mövzular belə deyim, qaranlıq qaldısa narahat olmayın. İnşallah biz növbəti dərslərdə hər bir mövzunun daha detallı dərinə gedəcəyik. Daha sonra IDS və IPS anlayışları mövcuddur. IDS və IPS şəbəkəyə daxil olan zərərli fəaliyyətləri avtomatik aşkarlayan və bloklayan sistemlərdir. IDS Intrusion Detection System. Intrusion olaraq nədir? Intrusion icazəsiz daxil olmaları göstərir. Yəni müdaxilə, icazəsiz müdaxiləni əks etdirir. Intrusion Detection System, yəni IDS, icazəsiz daxil olmaları detekt edən, yəni müəyyən edən sistemlərdir. IPS isə bunları bloklayan sistemlərdir. Hal-hazırda müasir sistemlərdə IDPS-lər daha çox istifadə olunur. Yəni Intrusion Detection and Prevention System. Yəni bu həm belə deyim, zərərli fəaliyyətləri aşkarlayır, həm də avtomatik olaraq bloklayır. Yəni ayrı-ayrı istifadə olunmağı hal-hazırda belə deyim, üstünlük deyil və getdikcə daha çox bu tür sistemlərdən istifadə olunur. Daha sonra ADR var. ADR nədir? Endpoint Detection and Response sözlərinin qısaldılmasıdır. Burada nə nəzərdə tuturuq? Endpoint dediyimiz anlayış ümumi olaraq sizin birbaşa belə deyim, interaksiyada olduğunuz, məlumat daxil edə bildiyiniz, istifadə edə bildiyiniz avadanlıqlardır. Burada kompüterlər ola bilər, serverlər ola bilər. Yəni bu sizin birbaşa əlaqədə olmadığınız, gözünüzün önündə olan avadanlıqlardır. Kompüterlərdir, serverlərdir, mobil cihazlar ola bilər, planşet ola bilər, ağıllı lövhələr ola bilər. Bunların hər biri endpointlər, yəni uc nöqtə cihazları adlanır. EDR-lar isə bu uc nöqtə cihazlarında olan təhlükələri aşkarlayan və dərhal cavab verən platformalar, proqram təminatlarıdır. Daha sonra Threat Intelligence var. Təhdid kəşfiyyatı olaraq tərcümə olunur. Bu da çox geniş və özünün budaqları olan bir sahədir. Bunun haqqında inşallah yenə danışacağıq. Hücumçuların TTP-lərini, indi TTP haqqında əlavə olaraq danışacağam, anlamaq üçün kəşfiyyat məlumatlarından istifadə edir. TTP nədir? Gördüyünüz kimi taktika, texnika və prosedur olaraq tərcümə olunur. Biz özümüz də Red Team-də inşallah belə deyim, praktikalar eləyəndə müəyyən taktikaları izləyəcəyik. Hər bir xaker özünə uyğun olaraq TTP-lər inkişaf elətdirir. Yəni bir hücum eləyən zaman hansı taktikalardan, hansı texnikalardan və prosedurlardan istifadə eləyir, bu sistemli şəkildə hazır olur. Biz də növbəti dərslərdə yenə çalışacağıq bunu simulyasiya eləyək və sizə göstərək. Gələk biz daha sonra Blue Team və Red Team-in fərqinə. Artıq düşünürəm ki, bu iki dərsdə, bundan öncəki dərs vasitəsilə də siz ümumi fərqin nə olduğunu başa düşmüsünüz. Ancaq nəzərdə tutun ki, informasiya təhlükəsizliyinin bütün aspektləri birgə işləyən və günün sonunda informasiyanın təhlükəsizliyini təmin etmək üçün çalışan bir anlayışdır. Ümumi olaraq burada qeyd olunub hücumçunun və müdafiəçinin rolu. Hücumçunun rolu Red Team və yaxud da mütəxəssislərdir. Müdafiəçi isə Blue Team və yaxud SOC analistlərdir. Bunun haqqında da inşallah danışacağıq. Deməli, hücumçunun rolu nədir? Hücumlara simulyasiya etmək və zəif yerləri tapmaq, qoşullardan istifadə etmək və xakeş kimi düşünmək. Müdafiəçinin rolu isə təhlükələri aşkar etməkdir, insidentlərə vaxtında reaksiya vermək, müdafiəni gücləndirmək və şirkətin və yaxud hansısa bir müəssisənin aktivlərini qorumaq. Günün sonunda hər iki komanda ümumi təhlükəsizlik vəziyyətini yaxşılaşdırmaq üçün birlikdə işləyir. Bu ikisi birlikdə isə qeyd etdiyimiz kimi Purple Team konsepsiyasına uyğundur. Cyber Security injinerlər də müəyyən qədər bu sahədə fəaliyyət göstərirlər. Karyer imkanlarına gəlmək istəyirəm mən əlavə olaraq. Bayaq da qeyd etdiyimiz kimi, Blue Team sahəsində bir neçə fərqli ixtisas üzrə ixtisaslaşa və real karyeraya başlaya bilərsiniz. Bunlardan ən geniş yayılmışı SOC analistlərdir. SOC analistlər nə iş görür? 7/24 monitorinq dediyimiz anlayış daha çox SOC analistlər tərəfindən icra olunur. Bu da təbii ki, öz altında hissələrə bölünür. SOC analiz sadəcə bir addan ibarət deyil. Bunların özünün vəzifə artımları var və vəzifə artımı olduqca, məsələn, Layer 1 var, hansı ki, daha çox nisbətən primitiv tasklar icra eləyir. Layer 2 var, artıq müəyyən qədər qərar vermə adımlarında da iştirak eləyir. Layer 3 var, bu artıq birbaşa ölkəyə təsir eləyə biləcək
addımlarda söz sahibi olan mütəxəssislərdir. Yəni ümumi olaraq belə deyim, SOC analistlər Blue Team-də ən çox qarşılaşdığımız mütəxəssislərdir. Bunların işi təhlükəsizlik əməliyyatları mərkəzlərində real vaxt monitorinq aparmaq və hadisə idarə etməsi prosesini icra etməkdir. Daha sonra təhlükəsizlik mütəxəssisləri var, yəni cyber security analistlər var və ya cyber security specialistlər var. Bu isə şirkətin ümumi kiber müdafiə strategiyasını planlaşdıran və həyata keçirən ekspertdir. Burada isə müəyyən qədər də yenə red team və informasiya təhlükəsizliyi anlayışlarını da bilməyimiz üstünlüyümüzdür. Daha sonra incident response üzrə ekspertlər var. Bu nə nəzərdə tutulur? İnsident nədir ümumi olaraq? İnsident hər hansı baş verən bir hadisədir. Response isə ona verilən cavabı nəzərdə tutur. Yəni baş verən hadisələrə cavab verən ekspertlərə incident response mütəxəssisləri deyilir. Burada biz nəyi nəzərdə tuturuq? Yəni müdafiədə siz sadəcə gözləmirsiniz ki, hər hansı bir insident olsun və siz buna cavab verəsiniz. Əlavə olaraq siz potensial baş verə biləcək insidentlərə qarşı da playbook adlanan və daha öncəsindən belə deyim, həmin situasiyaya uyğun hazırlanmış alətlərdən istifadə edirsiniz. Və siz də müəyyən situasiyalara daha öncədən özünüzü hazırlayırsınız. Incident response mütəxəssisləri isə müəyyən qədər bu addımları bərpa eləyən ixtisaslı mütəxəssislərdir. Biz inşallah bu mövzulara yenə praktik şəkildə də toxunacağıq. Hal-hazırda sadəcə nəzəriyyə hissəsindəyik. Bu sahədə bacarıqlı mütəxəssislər olan tələbat ildən ilə bildiyiniz kimi sürətlə artmaqdadır. TryHackMe, HackerBug, Google Labs var, XP var. Bunun kimi platformalarda başlamaq üçün təbii ki, əla mənbədir. Gələcək baxış hissəsinə gələk. Yəni davamlı müdafiədə, yəni Blue Team-də bizim belə deyim, irəliləyən zamanlarda hədəflərimiz nə olacaq, nələri icra eləyəcəyik. Burada əsas məsələ proaktiv təhdid olsunluğudur. Yəni gözləmə əvəzinə aktiv şəkildə gizli təhdidləri axtarmaq, red team komandaçısı ilə birlikdə işləmək və özünüzü bütün situasiyalara hazır etməkdir. Daha sonra qabaqcıl analiz və AI hissəsi mövcuddur. Bu zaman siz süni intellekt və maşın öyrənməsindən istifadə edərək anomaliyalara daha sürətli aşkarlayırsınız. Bu artıq qeyd etdiyimiz kimi müasir proqram təminatlarının içində avtomatik olaraq sizə təklif olunur. Məsələn, UBA var, User Behavior Analiz, yəni istifadəçilərin davranışlarını analiz edən bu artıq bir neçə ildir ki, hətta süni intellekt bu ChatGPT və sair çıxmazdan daha öncə də artıq yaranmış bir anlayış idi. Bu zaman istifadəçi davranışlarını əsasən süni intellekt deməyim, yəni maşın öyrənməsi vasitəsilə onu avtomatik şəkildə analiz edirdi və mütəxəssisə yönləndirirdi. Bu isə getdikcə daha geniş yayılır və daha da dərinləşir. Bunun üçün də siz müasir AI toollarından da istifadə etməyiniz işinizə yarayacaq. Ətraflı olaraq davamlı təkmilləşdirmə sizin üçün çox xeyirdir. Yəni siz kiber təhdidlər inkişaf etdikcə Blue Team-ilə bağlı strategiyaları və adətləri də daim güncəlləməlisiniz və yeni adətlərdən əgər ehtiyac varsa istifadə etməyə başlamalısınız. Ümumi olaraq kiber təhdidlər getdikcə daha mürəkkəb və yaygın hala gəlir. Blue Team-in rolu isə müasir təşkilatlar üçün daha da kritik əhəmiyyət kəsb edir. Bundan öncəki dərsdə Red Team haqqında danışmışdıq. Bu dərsdə isə Blue Team-ə rol verdik. Növbəti dərslərdə biz artıq müəyyən qədər çalışacağıq, mən praktikaya keçid eləyək və praktiki olaraq mən sizə qeyd etdiyimiz mövzular haqqında məlumat verim. Bu dərsdən bu qədər. Əgər izləməmisinizsə, bundan öncəki videoları izləməyinizi xahiş edirəm. Yenə də yeni videolardan xəbərdar olmaq üçün də kanala abunə olub zəngə işarəsini aça bilərsiniz. Diqqətiniz üçün təşəkkür edirəm. Sağ olun.